Salamlar, kanalıma xoş gəlmisiniz. Sizi kanalımda görməyə çox şadam. Kanalıma hələ də abunə deyilsinizsə, abunə olaraq mənə dəstək olmağı unutmayın. Buradan üstümə dırmaşan bir ədəd nərgiz nərgiz var. İndi onu yatızdıracağım. Videoları çəkmişəm. İndi onu hazırlayırdım. Dedim videonun başlığı yoxdur, salamlaşmamışam. Sizlə salamlaşıb. Videonun sonunda da Nərgiz xanımı necə yatızdırdığımı paylaşacağım. İnşallah ki nail olaram. Yoxsa qarışıq neçə vaxtı, gecələr normal vaxtında yatmır. Çox gecə qalıbdı. Çünki saat 8-də yatıb, təzədən 1 saat durub. Ona görə də hələ yatmır. Ata deyiləm mən. Annəyəm. Ata hanı? Hanı ata? Ata. Ata. Yatağı otağında pasteller falan dəyişmişəm. O ki var iş görmüşəm əslində, amma heç nə çəkməmişəm. Evi yenə o cıqqıl cücülərdən basmışdı. Dərmanlayıb çıxmışdıq evdən. Sonra da gəldik. Gecə ilə təmizlədim. Getdik təzədən xalagilə orada qaldıq. Sonra təzədən gəlmişik. Gecə ilə gəldim. Açdım, yulasları yudum. Nərgizin pastelinin zadını dəyişdim. Öz pastel üzümüzü falan hamısında demək olar evdə nə pastel var idi hamısını yumuşam. Hələ bir kon yuyulmaqdadılar. Bu da Nərgizin görürsüz yoxdur. Çıxartdım, yudum. Quruyub yığışdırmışam. 3 tərəfini, sadəcə bir tərəfini saxladım. Taxdım yerinə. Pastelini falan dəyişmişəm. Nərgiz qucumda təngə nəfəs alıram. Kukuş. Kukuş. Bax. Nazlının da pakırvalını atmışam yumağa. Pastelini falan dəyişmişəm. Stul zadı bu yana çəkmişəm ki, o yana bu yana keçmək olsun orada. Sonra dolab üstlərinə belə stikerlər yapışdırmışıq. Pərdəsini buranın yoxdur hələ. Bu günlüyü də açdım, yudum, təzdən sərdim. Mən ütüləmirəm günlüyü, nə də takmıram onun orada elə olmağına. Yudum qəşəng, astım yerinə təzdən. Qalıb ora bilmirəm. Ya buranın öz pərdəsini, tülünü qısaldacam, vuracam ya da yenisini alacam. Hələ qərar verməmişəm. Ola bilər ki, o birisini kəsim, baxım. Xoşuma gəlsə elə onu saxlayacam. Xoşuma gəlməsə yenisini alacam. Ki belə Nazlının otağı. Burada Nazlı var. Bir dənə də bunu Nərgiz üçün düzəldəcəm. Otağımız belədir. Temudan belə bir su xortumu almışam. Həyəti yumaq üçün, maşını yumaq üçün, hər şeyi, gülləri sulamaq üçün, bir sözlə bütün həyət işlərini görmək üçün belə bir xortum almışam. Böyüyür. İçinə su dolduqca böyüyür. İndi ekranda gördüyünüz kodu axtarış hissəsinə yazaraq həmən bu məhsulu tapıb sifariş verə bilərsiniz. Çox yaxşı məsləhətli məhsuldur. Məndə bundan bir dənə də var idi. Küçədə ağacları sulamağa çalışarkən dartmışdıq. Yəni lazım olduğundan daha çox belə deyək də çəkimə məruz qaldığına görə qopma baş vermişdi. Baş hissəsində məcbur oldum, yenisini aldım. Yəni olduğu ölçü ilə istifadə edəndə heç bir qopma, heç bir problem olmur. Mənim mamam da alıb bundan, bağa da alınıb bundan. Yəni hamı çox gözəl, könül rahatlığı ilə istifadə edir. Məsləhətli məhsuldur. Adamın əlindən çox tutur, çox yer tutmur. Rezin şlanqlar kimi hara qoyum, hara qatlayım deyə dərd eləmirsiniz. Belə bir su püskürtmə başlığı var, hansı ki bir neçə növdədir. Bu da giriş hissələridir, hansı ki indi bunlar mənə lazım olmayacaq, çünki məndə hazır var. Gidək, istifadə edək.
Burada yuyulmağı gözləyən qablar var. Yemişik, yumamışam, rafinanın içində də var. Sonra dolablar falan silmişdim. Hər yeri dərmanladığıma görə hər yeri də silib təmizləmişəm. Burada yulasılar var, hələ hamamda da var, maşın da yuyur. Elə doludur. Burada Nazlı var. Burada divanın üzünü çıxarıb yumuşam. Bu birisini sərmişəm. Sonra Nərgizin oyuncaqları var yerdə yurtda. Sonra nə də belədir. Yarımçılıq, yürümçülük. Dağıq. Hello. Aparam yatmağa. Nazım burada multika baxır. Nazlı'nın otağındakı elə öz tülünün ətəyini kəsdim, qısaltdım, taxdım bura. Burada oyuncaqları yığışdırdım çünki hələ də az-maz cücü-mücü çıxır. Aşağı hissəyə polka var orada. Ora oyuncaqları yığmışdım yumuşaq. Üstünə də biraz dolabın, yəni stolun üstünə öz rəsmin falan qoymuşdum, amma yığışdırdım çünki cücü-mücü gəlirdi. Oldu belə. İndi gətirim pakırval quruyar. Pakırvalını da sərim yerinə. Bunları da qoyum hamısını öz yerinə. Sonra bir ən son otağın hal vəziyyətini çəkim. Bunu da qoyaq yerinə. Bu da buranın. Gedim gətirim. Hələ ki yuyulan bunlardır. Artıq quruyarlar bəlkə də. Baxın, pakırval quruyubsa aparım sərim. O birisilərin bitməyinə az qalıb. Yox, hələ tam qurumayıb. Çünki Nərgizlə iş görmək çox çətindir. İnanmarsız zır-zır ağlayır da. Bütün günü gəzmək istəyir. Elə vaxtıdır ki, bu dəqiqə onun gəzmək istəyir. Tak. İtək yerinə. Güllərimi də gətirib bura yığmışam. Daha doğrusu indi yığdım. Çöldə idilər. Sadəcə yudum, yığdım. İndi gətirim bura şuşulkaya paltarları, asım yuyulanları. Evdə qırğındır. Nə oldu buna ay bala? Hə? Nə olub? Az. Nə olub? Çiçən. Meymunça. Dişi qaşınır yəqin də. Dəli kimi qışqırır. Bu da Nazlı'nın otağının son vəziyyəti. Bu da yatağı. Qapısı. Sonra dolablar. Bu tərəf Nazlı'nındır, digər tərəf Nərgizindir. Aşağıda da eyni ilə bir tərəf Nazlı'nın, bir tərəf Nərgizindir. Məncə pis qalmadı elə pərdə. Amma söz vermişəm Nazlı'ya, bura bir dənə kəpənəkli falan, nəsə maraqlı bir şey alacağım. İnşallah. Belə bir də gələcəyinə, indi yox, gələcəyinə xərçəni istəyirəm dəyişmək. Çünki indi başqa planlarımız var. İnşallah həyata keçirə bilsək sizlə də bölüşəcəm. Xərçə bura yaraşmır falan deyənlər olubdu. Bir nəfər yazmışdı daha doğrusu. İndi çox adammış kimi deməyim. Ola bilər, yaraşmaya da bilər. Amma cücü-mücü çıxır.
Hələ təsəvvür eləyin ki, çox yer xəlçəlidir. Xəlçəli olmayan yerlərdən çıxır. Hələ dərmanlamışam. Dedim bəlkə xeyir olur. Yox, heç nə xeyir olmadı. Elə əziyyət mənə qaldı ki, təzədən bu qədər şeyi tökmüşəm, yumuşam, təzədən sərmişəm. O oldu ki, bir dənə yaxşı işi təmizlik olub da, yəni hamısını yumuşam, təmizləmişəm, şkafları falan silmişəm. Bir dənə o olubdu. Mənə müsbət təsiri ki, onu təmizləmişəm hamısını. Yoxsa ki, heç bir xeyri olmayıb. Yəni yenə çıxmağına çıxırlar. Belə, burada Nazlı Unicor'u çox sevir. Tek boynuz at. Sonra balerin qızları sevir deyənə belə balerinli, unicornludur. Otağı, mişkalar, kuklalar həmişəki kimi böyükləri çıxardıb qoymuşam şkafın üstünə. Ki mane olmasınlar. Burada da Nazlı'nın Nərgizin paltarlarıdır. Hamısı burada deyil. Yarısı sumkasındadır, çöl bayır, yarısı ütülənməkdədir, yarısı da buradadır. Yuxarı isə belədir. Aşağıda da demək olar ki, çox da bir şey yoxdur, bunlar da ütülənəsidir. Burada da belə kalqotkalar, corablar belə yığmışam. Koftaları, bodiləri, maykaları, şalvarları bizim otaqdadır. Çünki orada dəyişib eləyirəm, orada yatızdırıb, orada geyindirirəm. Ona görə ev geyimləri oradadır. Bura ancaq gec-gec istifadə olunan şeyləri yığmışam. Digər tərəfdə Nərgiz Nazlı'nındır. Buranı da göstərim. Burada belə kuklaları yığmışam. Hələlik. Ops, orada nəyəsə ilişdik. Bura Nərgizin çəkməcəsidir. Zakolkaları, çantası, abadokları. Bura Nazlı'nın tərəfidir. Nazlı'da o qədər çoxdur ki, belə qarış-quruşdur. Düzənləyib qutarmaq olmur. Belə bir şey var, xaos burada. Da qopub, üstünün həngaməsi. Nəysə ki, belə. Nəysə. Nazlı'nın, burada da Nazlı'nın dərs kitabları, nə bilim, nağıl kitabları, puzzle'ları, qatma qarışıq yığıb hər şeyi necə gəldi. Düzəldirəm təzədən. Özü necə istəyir, elə qarış-quruş eləyir. Bir balaca düzənlədim yenə. Cıqqanacaq. Burada yenə Nazlı'nındır. Geyimləri, corabları, alt paltarları, geyimləri, dəsmalı, qışları ucundadır. Daha doğrusu bəzi yığışdırdıqlarım. Burada da digər paltarları, donları, koftaları, çölbayır paltarları, pencəkləri, məktəb üçün, nə bilim, hər şeydə bir sözlə. Burada belə, yuxarıda da çantalar, aşağıda da var çantalar. Nəysə ki, burada Nazlı'nın belə. Mətbəxi də yığışdırmışam, bu qədər yığışdıra bilmişəm. Düz dağınıqlıq yox idi, qablar var idi. Su doldurmalıyım, qrafinka boşdur. Nərgizin oyuncaqlarını yumuşam. Ciyər çıxartmışam, pişirəcəm, Eşat işə aparsın. Belə yerdə yurtda paltar yoxdur, bir dənə ağlar yuyulur orada. 10 dəqiqəsi qalıb, onlar da bitsin, sərim. Hələ getməmişəm. Hələ gedib çıxamamışam. Mamanı səs çəkim, belə çəkim. Əlləri düşsün artıq. Hava bir axşam şey yox. Hə, bura? Sizə. Hə, bizə gələcək.
Əsas göz